Hər kəsə salam, mənim kanalıma və yeni videoma xoş gəlmisiniz. Videonun başlanğıcını, miniatürünü görürsüz necə dəyişdim. Belə miniatürü bəyənirsinizsə, mütləq rəylərdə yazın. Əgər bezdiricidirsə, xoşlanmırsınız belə olanda, mütləq onu da yazın, mən bilim. Mənim çox xoşuma gəlir. Hətta sizi üçün bezdirici olmasın deyə hər dəfə təzələyirəm. Həyətdə belə gözəl çiçəklər açılmışdı və dedim bunu sizi üçün mütləq çəkməliyəm və bir neçə vloqda göstərməliyəm. Özümə çünki çox xoş görsənir. Həmişəki kimi mənim videolarım yeməkdən başlayır və burada da yenə də həmişəki kimi yemək hazırlayıram. Balıq qızardacağam və onun yanında kartuşka qızartması eləyəcəm. Bizim ailəmizdə mənim uşaqlarım və mən dəhşət çox kartuşka qızartması sevirik. Hətta bu kartuşka qəşəng qızarıbsa, qıpqırmızı və xırçıltılıdırsa, lap çox sevirik. Buna görə bizim bir ay ərzində kartuşkamız hardasa 10 kilodan biraz artıq çıxır. Gecə gündüz kartuşka qızartması olsa, heç vaxt uşaqlarla mən bezmərəm. Yeni izləyicilərim çoxdur və hamı mənim haqqımda danışmağını istəyirlər. Köhnə vloqlarda bir neçə dəfə özüm haqqında danışmışdım, amma özüm indi tapa bilmədiyimə görə dedim burada da yenə də sizə danışım. Mən 3 uşaq anasıyam, evdar xanımam, işləmirəm. Adım Esmira, Bakıda yaşayıram və ləzgi qızıyam. Danışıb gülənəm, zarafatçıyam, davaları heç xoşlamıram. Əgər görürəm ki, bu dəqiqə dava olacaq, hər bir şeyi zarafata çevirirəm və temanı dəyişirəm. Davakar insanlardan çalışıram uzaq olum. Arada öz haqqımda başqa bir insanlardan eşidirəm və o həmən insana cavab vermirəm. Başa düşürəm ki, mən ondan çox yüksəkdəyəm deyə o mənim haqqımda danışır. Həmən insana gedib heç vaxt cavabını vermərəm. Çünki başa düşürəm ki, sonu çox pis olacaq. Ona görə mən susmağını seçirəm. Bir neçə vloq bundan qabaq uşaqların geyimindən danışmışdım və bir xanım mənə dedi ki, sən heç müasir ana deyilsən, köhnə dəblə ayaqlaşırsan. Əgər müasir olmaq üçün paltarla müqayisə eləyirsinizsə, onda qoy mən köhnələrdən olum. Bir xanım da dedi ki, o xanımı mən tanıyıram, o da məni yaxşı tanıyır. Hətta videolarıma baxır, bəlkə də indi anlayacaq ki, mən həmən ondan danışıram. Adını deməyəcəm, amma özü həmən dəqiqə başa düşəcək ki, mən ondan danışıram. Mənə dedi ki, sən özün uşaq olan vaxtı qısa paltarları geyinirdin. Nə oldu? Bəs indi öz uşaqlarına icazə vermirsən. Yox deməyəcəm, mən qısa paltarları geyinirdim. Onda keçid dövründə deyildim. Bəlkə də 14 yaşa qədər belə geyinmişdim. Amma oturuşumu, duruşumu mən bilirdim. Amma indiki qızlar nə oturuşunu bilir, nə də ki duruşunu. Nəysə, bu haqda çox danışmayacağım. Çünki yenə də həmən insan məni tutub və yenə də həmən tema haqqında danışacaq. Rus dilindəki kanalda bəzi təzə izləyicilər məni işə göndərirlər ki, deyirlər, bəsdir, boş oturdun, bəsdir, yoldaşımın boynunda oturmusan, ged özün işə düzəl və özün pul qazan. Bunlara da başa sala bilmirəm ki, ən çətin iş məndədir. Uşaqlara tərbiyə verirəm, məktəbə aparıram, gətirirəm, evin işləri, təmizlik, yemək, vaxtında pişməyi, bu da bir işdir, amma qiymətləndirməyən bir işdir. Pulla qiymətləndirilməyibsə, amma hörmətlə qiymətləndirilib. Yoldaşım sağ olsun, mənim bütün əziyyətimə qiymət verir. Arada nəyisə çatdırmayanda özü mənə kömək eləyir. Bir sözlə, həyat yoldaşımla mənim çox bəxtim gətirir. Deməyəcəm ki, mənim yoldaşım 100% qızıl insandır. Onun da minusları var. Hər bir insanda olduğu kimi onun da minusları var. Amma mən onun minusları heç vaxt çölə çıxartmaram. Çünki mənim qaynanamın bir dənə gözəl sözü var. Onu da hamının yanında hər dəfə deyirəm. Gəlinimin pis olmağını heç vaxt gedib qonşulara danışmaram. Çünki həmən qonşu mənə yaxşı gəlin heç vaxt verməyəcək. Mən də o sözü beynimdə saxlamışam və həmişə yoldaşımla dalaşanda insan gedib ürəyini açmaq istəyir, biraz tökmək istəyir, kimdənsə məsləhət almağını istəyir ki, bu vəziyyətdən necə çıxasan, necə evdə mehribançılıq eləyəsən. Kiməsə danışmaq istəyəndə həmişə qaynanamın sözü yadıma düşür ki, gedib həmən qohumma yoldaşımın minuslarını desəm, həmən qohum əlbəttə ki, yoldaşımın xasiyyətini dəyişməyəcək, sadəcə olaraq ki, biraz ona qarşı fikri dəyişiləcək
və istəmərəm ki, gələn dəfə misal üçün birlikdə biz hardasa oturanda ona çəp baxsın və içində başqa şeylər onun haqqında danışsın. Ona görə heç vaxt evin problemini çölə çıxartmıram. Hətta mamaya da heç vaxt danışmaram. Çünki mamam əlbəttə ki, beynində saxlayacaq və kinli qalacaq. Qıraqdan ideal ailə görsənmək üçün heç vaxt öz problemlərinizi heç kimə danışmayın. Mən də heç kimə danışmıram, özümüz hər bir şeyi həll eləyirik. Özdə ki, biz elə yaşa gəlib çatmışıq ki, bizim problemlərimizi kimsə həll eləməməlidir. Biz özümüz eləməliyik hər bir şeyi. Yemək bişirənə qədər çalışdım bütün qabları da yuyum, yığışdırım ki, orada qablar yığılmasın. Çünki yığıldıqca daha da çox olur. Sonra qablar quruyur və xeyli vaxt aparır bir dənə qabı təmizləmək üçün. Ona görə kartoşka hazır olana qədər çalışdım bütün qabları yığım, təmizləyim ki, mətbəxim tərtəmiz qalsın. Öz həyətimizdən, öz bağımızdan yarpaq yığmışam. Burada 80 dənədir. Gedim 20 dənə də yığım, qoy olsun 100 dənə və dolma büküm eləyim. Banka bağlamayacağım çünki azdır burada. Dedim bunu bağlayayım, görüm nədadır. Görəsən bizim yarpaqlar necədir. Yumuşaqdır, belə baxıram, yumuşaqdır. Çox qəşəngdir də. Təzə yarpaqlardır. Belə yığdım 80 dənə, 20 dənə də yığım, qoy olsun 100 dənə. Dolma büküm, dadına baxaq bizim öz yarpaqlarımız nə dadır. Belə bu qədər. Yarpaq çox az yığmışdım. Bircə dənə dadına baxa bildim. Yoldaşıma bir də mənə heç çatmadı. Uşaqlar yedilər, çox bəyəndilər və bir qazanı elə özləri boşaltdılar. Əslində elə də çox deyildi, amma çox dadlı çıxmışdı. Mütləq yarpaqları yığacam, qoy biraz böyüsün, yığım, bağlayım. Çünki bazarda qiymətlər çox bahadır bu il nədənsə. Keçən il 3 manata, 4 manata almışdım yarpaqları. Bu il isə ən ucuzu 5 manata, o da yarpaqlar biraz bərkdir, çox iridir. Belə yarpaqları mən heç xoşlamıram. Yaxşı yarpaqlar 7-8 manatadır. Onu da mənim əlim gəlmir almağa, çünki mənə elə gəlir ki, çox bahadır. Balkonu səliqəyə saldım, çünki ora hər dəfə toz torpaq yığılır. Bağa gedirik, orada palçıq ayağımıza, tapçıqamıza yapışır. Pilləkənə qalxana qədər bütün hamısı yayılır pilləkəndə və pis günə düşür və fikirləşdim ki, qəşəng şlanqı götürüm, su ilə hər yeri tərtəmiz eləyim, çimizdirim bir sözlə mənim pilləkənimi. Amma liniyada su gəlməmişdi deyə belə süpürdüm və ondan sonra elə belə islatdım, suladım pilləkəni və ondan sonra getdim paltarla məşğul oldum. Səhər xeyli paltarlar yumuşdum. Bu birinci partiyadır. Artıq ucu qurudu. Çox sevirəm də yayda paltarları yumağa, çünki tez quruyur. Buradan asırsan, oradan çıxardırsan, həmən dəqiqə qatlayıb və şkaflara qoyursan, elə bir ki, heç bir şey yumamışdın. Artıq ikinci partiyanı asmışam. Bunları isə indi yerbəyer eləyəcəm. Hərəsini öz yerinə aparacam. Mən pastelləri ütüləmirəm. Uşaqlar balaca olanda onda ütülüyürdüm. İndi isə daha ütüləmirəm. Heç ehtiyac da yoxdur. Paltarları asanda çırpıb asıram və yığanda da yenə çırpıram, ondan sonra yığıram. Həmən dəqiqə çalışıram qatlayayım ki, üst-üstə paltarı qoyanda, onda vaxtında qatlalamayanda əzilir. Amma indi heç əziz zad, heç bir şey yoxdur. Mənim üçün normaldır və ona görə mən paltarları heç
ütüləmirəm. Ütü ilə işim heç sevmirəm. Bəlkə də həftədə bir dəfə paltarları ütüləyirəm. O da həftə başlayanda yoldaşımın iş paltarları, uşaqların məktəb paltarı hamısını ütüləyirəm, asıram veşolkadan, lazım olanda götürürük, oradan istifadə eləyirik. Uşaqlar balaca olanda hər bir şey coraba qədər ütülüyürdüm, amma uşaqlar artıq böyüdü və ona görə ütü ilə heç o qədər də işləmirəm. Evimin işi bitdi, biraz istirahət elədim və fikirləşdim ki, məndə şkafda lavaş var, hansı ki 2 gün bundan qabaq almışdım, ucu xarab olmaq istəyir, çünki havalar istidir, evdə də çox istidir deyə lavaşlar tez xarab olur. Fikirləşdim ki, gedim buzluqda məndə ciyər var idi, toyuq ciyəri. Ondan qəşəng naçinka hazırlayım və lavaşın arasında büküm. Yarısını qızardım, yarısını isə dondurum ki, lazım olanda çıxardım, qızardım və yeyə bilək. İçli cürbəcür ola bilər, yəni lavaşın içinə qoymaq üçün cürbəcür içli istifadə eləyirəm. Baxır ki, buzluqda məndə nələr var. Bu dəfə ciyərdən elədim, toyuq ciyəri var idi evdə. Soğanı belə xırda elədim blenderda, qızartmağa qoymuşam. İndi isə bu ciyəri də belə qəşəng xırda eləyirəm blenderda və soğanın üzərinə tökürəm ciyəri, hamısını yaxşı qarışdırıram və qapağını bağlayıb gözləyirəm ki, yaxşı qızarsın. Ondan sonra üzərinə göyərti, duz, istiot, spesiyalar əlavə eləyirəm. Gözləyirəm ki, bu naçinka soysun və ondan sonra lavaşın arasında hamısını qəşəng bükəcəm. Keçən dəfə göyərtidən eləmişdim naçinkanı, şorla birlikdə göyərtini qarışdırdım və lavaşın arasında bükdüm. Sonra file olanda fileni də pişirirəm, sonra didirəm onu, qızardıram soğanı ayrıca, üzərinə tökürəm və belə də naçinka istifadə eləyirəm. Arada ət farşı qızardıram, cürbəcür naçinka eləmək olar. Baxır evdə nə var. Belə atışdırmalı lavaşda olan şeyləri biz çox bəyənirik. Misal üçün uşaqlar nəsə atışdırmaq istəyəndə ya da ki məktəbə çantalarına qoyuram, məktəbdə yesinlər, yoldaşıma da qoyuram ki, işdə yesin. Belə hazır yeməklər olanda çox rahat olur. Lavaş dönər lavaşı olmuşdu deyə çox böyükdür. Mən onu 2 yerə böldüm ki, onda lap çox olacaq. Bizim evimizin yanında lavaşları 1 manata satırlar. Mənim üçün çox münasib qiymətdir, çünki marketdə bu lavashdan, yəni dönər lavaşı 2 manata satırlar. Balaca lavaşları isə 50 qəpiyə satırlar, 1 manata 2 dənə. Əvvəl 1 manata 3 dənə alırdım, indi isə qiymətini qaldırdılar və 1 manata ikisini satırlar. Yəni 20 dənə balaca lavaş. В этих банках он моей репутации не хотели брать. А что за репутация? Тут было массово. А почему такие грустные?
Düştüğümüz zamanlar oldu, ters düştüğümüz zamanlar oldu. Ama hiç de ondan sonra Yoldaşıma bir də özümə qəşəng təzə məxməri çay dəmlədim. Gördünüz də, içinə dondurulmuş portağalla limon əlavə eləmişəm. Yadınızdadır, mən limonad hazırlayanda onun qabığı qalmışdı. Atmağa hayfım gəldi və götürdüm, hamısını dondurdum. İndi isə hər dəfə çay dəmləyəndə onu əlavə eləyirəm. Çox qəşəng limonlu, ətirli və meyvəli çay olur. Qəşəng yoldaşımla təzə çay içdik və düşdük aşağı, hərəsi öz işinə məşğul oldu. Yoldaşım mənim üçün belə lak almışdı ki, bu ramkaları laklayım. Çünki keçən il düzəltmişdi bunları. Bəziləri mən laklamışdım, bəziləri isə yaydan sonra düzəltmişdi bu ramkaları. Başım qarışdı və onları laklamadım. Belə yarımçıq qaldı. Həm də ki, lakım yox idi, bitmişdi. İndi də yoldaşım gedib lak alıb ki, bunları hamısını qəşəng laklayım ki, taxta xarab olmasın. Bir də laklayanda çox qəşəng görsənir. Məsəl üçün bu keçən il yoldaşım payızda düzəltmişdi. Mən onu laklamamışdım. Görürsüz necə pis görsənir. Amma laklayanda, lak qurayandan sonra çox qəşəng görsənir. Həm parıldayır, həm də ki, adama xoşdur. Bir də kaçelanı da laklamalıyam. Çünki oradakı taxtanın üzərində olan lak artıq qopurdu, pis gündə düşmüşdü. Çünki bizim kaçela çöldə durur. Yayda, qışda, payızda, yağışın altında, sonra qar yağmışdı, bütün qar üstündə olmuşdu deyə biraz lak qopub və taxta tez xarab olacaq deyə onu da laklamaq lazımdır. Birinci yoldaşımla fikirləşdik ki, bəlkə kaçelamızı rəngləyək, ağ rəngdə eləyək, amma taxtalı rəngdə daha qəşəng görsənir, daha baqatı görsənir deyə ona görə dedim, bu dəfə qoy təzədən laklayaq. Əgər gələn il yenə lak belə qopsa, onda ağ kraska ilə rəngləyərik. Dəmir olacaq qara rəngdə, kaçelanın özü olacaq ağ rəngdə. Amma bu il hələ ki qalacaq belə taxta rəngdə. Mənə elə gəlir ki, taxtalı rəngində olanda daha qəşəng görsənir. Kaçelanı da yoldaşım özü düzəltmişdi. Kim ki çoxdan məni izləyir, onlar görüblər necə düzəltmişdi yoldaşım. Çoxdan da kaçela istəyirdim ki, həyətimizdə olsun. Birinci fikirləşdik ki, gedib təzəsini alarıq, amma qiymətləri görəndə heç əlim gəlmədi bu qədər pul bir dənə kaçelaya verməyə və yoldaşım dedi ki, özüm bunu sənin üçün hazırlayacağam. Bir neçə gün oturub YouTube-da videoları izləyirdi, kaçelanı necə düzəltmək lazımdır və ondan sonra getdi, nə lazımdırsa aldı, bütün materialları alıb və bir neçə gün, səhv etmirəmsə deyəsə 2 həftəyə, yoxsa həftə yarıma bir dənə kaçela düzəltdi. Çox çətin düzəlir. Mən özüm hər dəfə baxırdım, yoldaşım həyətdə işləyəndə mən də yanında otururdum, izləyirdim necə hazırlayır. Çox çətin yığılır. Mən birinci fikirləşdim ki, alınmayacaq. Dedim, gəl sadə bir kaçela eləyək, amma yoldaşım dedi ki, yox, mən eləyəcəm və onda alındı. Çox qəşəng kaçela yığdı. Hətta o kaçelanı yığandan sonra bizdə bir neçə müştəri oldu. Buradan da görsənir, kaçelanın rəngi necə də solğun olub, bütün lakı gedib təmiz və bunu da qəşəng laklayıram. Bir neçə dəfə üstündən getmişdim, sizə bircə dəfə göstərdim. Amma özüm 2-3 dəfə üstündən getdim ki, özdə qalın lak sürtmüşdüm ki, bu tutan yerlər qəşəng laklansın. Bu yaxınlarda da yoldaşıma deyəcəm ki, qara kraska alsın ki, bu qara dəmirləri də üstündən gedim, çünki onlar da artıq bozarıb. Bu da nəticəyə görün necə də qəşəng görsənir. Kaçelanın lakı da quruyandan sonra onun keçən il düzəltdiyim qubqaları da gətirim, üzərinə qoyum. Murad təsərrüfatımızı çıxartdı çölə. Hava yaxşıdır. Biraz gəzsinlər, hava alsınlar.
Burada yaşayırlar. Yaşamırlar daha doğrusu. Burada dincəlirlər bu kletkada. Axşamlar isə öz yuvalarına qoyuruq. Çünki qorxuruq. Xəstələnərlər, soyuq olar, küləkdir, nə bilim, toyuqlarla hələ ki yaşamırlar, ayrı yaşayırlar. Bu çox qəşəng setkadır, yoldaşım özü düzəltdi. Qəşəng belə setkadan düzəldib bunu. Cücələri, ördək, qaz hamısını qoyuruq bura, bir yerdə yaşayırlar. Və bir dənə incuşkamız var. Baxın, bu incuşkadır. Bir dənə incuşka, 2 dənə ördək, 3 dənə qaz, qalanlar cücələrdir. Bu kletkada rahat yaşayırlar. Pişik zat həyətə gəlsə əgər biz artıq narahat olmuruq. Çünki bura girmək mümkün deyil. Sadəcə olaraq bu balaca cücələr var. Arada bunların arasından çıxırlar. Mən də pəncərədən nəzarət eləyirəm. Çıxan kimi gəlirəm, salıram bura. İndi pəncərədən gördüm ki, bir dənə qara cücə çıxmışdı çölə. Gətirdim, saldım içəri bunu. Belə, bunlara burada yaxşıdır. Mehriban yaşayırlar, ot yeyirlər. Mən də arada yer dəyişmə eləyirəm. Yerini dəyişirəm ki, harda ot var, onun üstünə qoyuruq ki, ot yesinlər. Bir də içinə də atıram ot. Belə.